Bir də ki, dua ediləndə əllər asılır mı, qibləyə mi, yoxsa qəbirə tərəf? Çünki orada bəzi hərəkətlər... Salam verəndə ehtiyac yoxdur, yəni əl qaldırmağa. Keçirsən yanından, deyirsən, salam aleyke ya Rasulallah. Qaldırılır. Qaldırılır. Sonra salavatı deyirsən, çıxırsan. Dua etmək istəsən qibləyə yönəl. Çıxış istiqamət belədir deyə soluna qalır. Həmin çıxış istiqamət görəcəksin, yəni qəbir sol tərəfdə qalır. Sağ verəndə qəbirə tərəf dönülür. Üzü qəbirə tərəf durur, bəli. Amma caizdir. Əl qaldırılır. Əl qaldırılmır, yəni əl sünnətə gəlməyib əl qaldırmaq. Bu bütün qəbirlərə aiddir. Fərq eləmir. Azandan sonrası dua Yoxdur, o bir qəbirlərə salam verilmir, yəni. Salam yəni yalnız bu üçünə verilir. Yəni bəqi qəbirstanlığına gələndə salam vermirik. Ayrı-ayrı qəbirlərə bəli, bu qəbirstanlığa girəndə ümumi dua var, hansı ki, o ilə salam verirsən, o kifayət edir. Azandan sonrası dua oxumur. Necə? Azandan sonrası dua oxumur. Yox, azandan sonraki dua oxunmur. O azandan sonra üçün gəlir, yəni xüsusi zikr bilir. Bəli, qəbirstanlığa girəndə olur, bir bəzi hədislərə görə icazəli deyil qəbirstanlığa ayaqqabı ilə gəzmək. Amma o qəbirstanlığa aiddir ki, orada qəbirlər sıxdır. Amma yol varsa, qəbirlər arasında yol varsa, sığır varsa, orada ayaqqabı ilə gəzməkdə qadağa yoxdur. Çünki gəlib hədis, Peyğəmbər sallallahu əleyhi və səlləm insan bastırıldıqda və onu bastıranlar ayrıldıqda onların ayaqqabılarının səslərini eşidir. Bu göstərir ki, yəni onlar gəzirlər qəbirlərin arasında. Amma sıx qəbirlər səbəbdir ki, taxtalı yazan ayaqqabı ilə o qəbirlərin arasında ayaqqabı ilə gəzilmir. Konusunda bu ileride olan gelen saniye olarak sen bağışlamak bir de oldu farklı. O münafıqlar haqqında özü keçmiş mənasındadır. Yəni xeyir keçmişdir. Nəsb olub onun üçün. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatı ilə nəsb olub. Nə? O ayə var ki, əgər onlar öz nəfslərinə zülm etsələr, yanıma gəlsələr, bağışlanma diləsələr Allah Təaladan, sən də onlar üçün bağışlanma diləsən. Əvvəl kimsə tövbə etmək istəyəndə Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gələrdi, dedi ki, mən üçün Allahdan bağışlanma istəyirəm. Və gəlib bəzi ayələr var ki, məsələn, o da nəsb olur ki, Allahdan bağışlanma diləməklə yanaşı sədəqə verir. Sonra hökmü tövbə edəndə, tövbə edəndə və sədəqə verir. Sonra onun hökmü nəsb olur. Bir də Səlman bəy, qəbirstanlığa deyir, ölülər eşitmir də. Qəbirstanlığa girəndə onlar niyə ölülər o sağ dua verirsin? Ölülər eşitməmək xilaf əhl-i sünnə arasında. Kesin dərsədə toxunur. Bəzi alimlər ki, eşidir, lakin cavab verə bilmirlər. Bəzi alimlər ki, eşitmir, bəziləri deyir ki, ilk anda eşidir. İlk anda eşidir. Amma hikmət nədir? Allah bilir. O qədər yəni ibadətlər var ki, hansı hikmətini bilməli edirik. Məsələn, niyə 7 dəfə dövrə vururuq Kəbənin ətrafında? Niyə Səfa Mərvədə 7 dəfə gedib gəlirik? Niyə saatın əks istiqamətini edirik? Niyə qala daşı öpürük məsələn? Niyə 7 dəfə daşı atırıq? Niyə gün çıxandan sonra məhz? Niyə birinci gün səhər tezdən atırıq, o biri 3 günün gün ortadan sonra atırıq? Bilmirik. Sadəcə itaət olaraq Peyğəmbərimiz edib eləcə də yəni qəbirstanlığa salam verməkdə. Hətta cənazə namazında soruşdu ki, bəzi dualar var cənazə namazında edirik. Yəni niyə sırf o duaları edirik? Məsələn, uşaqlar üçün bağışlanma edirik. Allahın əzabından qorunmaq halbuki bilirik ki, yəni hədduluğa çatmayan vəfat etmiş uşaqlar, onlar yəni cəhənnəmlik deyil səhi olan dəlillərə görə. Yəni onların günahı yoxdur, onlara günah yazılmır. Amma biz istəyirik. Eləcə də ölmüş insan üçün Allahdan deyirik ki, ailəsindən daha xeyirlisi ilə əvəz elə onu və ya həyat yoldaşından daha xeyirli həyat yoldaşı verir. Yəni, niyə bu duaları edirik? Yəni, məgər dünyada olan əhli ona şər olub onun üçün? Yox. Sadəcə bu cür gəlir. Peyğəmbər bu cür deyir. O dua ki, hansı ki, məsələn, cənazədə deyir, o səhabə nəql edib bizdə onu. Ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gördüm ki, cənazəyə namazında durdu və cənazə üçün dedi ki, Allahın məğfir leyyinə və meyyitinə və şəhidinə və qayibinə. Allahın bağışla dilimizi, ölümümüzü, şahid olanımızı, olmayanımızı, kiçiyimizi, böyümüzü. Sonra duanı davam edir axıra kimi. Biz də onu davam edirik. O səhabə o duanı nəql edib bizə, o cürlə. Və sonunda deyir ki, Peyğəmbər bu duanı edəndən sonra arzuladım ki, o ölümən olar. Əzəmətli bir dua olduğu üçün biz o duanı edirik. Hikməti Allah bilir. Müəllimlər də deyirlər ki, yəni orada məqsəd Allahın rəhmətini istəməkdir onlar üçün. Yəni, bağışlama, diləməkdir onlar üçün. Başqa bir şey yoxdur. Allah çetirsin. Abdullah ibn Haram. Atasıdır. O hədisdə gəlir ki, atamla bir kişi qəbrini başlanılmışdı. Bir neçə il sonra sel başmışdı qəbirstanlığa, oldu qəbirstanlığa. İstəmədim, onlar ikisi bir qəbirdə olsun. Ayrım qəbirləndir. Görüncü bədənindən heç nə çürümüyor. Yalnız saqqalından torbağa dəyən, bir rivayət edəcək qulağından bir hissə torbağa dəyən bir hissədən başqa heç nə çürüməmişdi. O öləndə, yəni o döyüşündə Abdullah oğluna dedi ki, sən qal, çıxma döyüşə. Cəbirə çıxması dedi ki, oğluna sən qal Mədinədə, çıxma döyüşə, görə nə olur? Çünki
döyüş şəhərdən qıraqda olanda biraz çətin olur. Şəhərin içində daha rahat. Birisi münafiqlərin yarısı qayıdır o döyüşdən, çıxmırlar döyüşdən. Yəni sayıları az idi. O da qalır çıxmır. Və ilk öldürülən səhabələrdən biridir Abdullah. Digər bəzi rəvayətləri ki, işgəncə verirlər onun ölüsünə. Məkkə müşrikləri öldükdən sonra burnunu kəsiblər, qulaqlarını kəsiblər. Yəni işgəncə verirlər cəsədə. Ona görə səhabələr istəmirdilər ki, Cəbir görsün atasını, eləncik. Peyğəmbər sallallahu açır onun üzünü, deyir ki, gəl bax. Açır göstərir onu. Abdullah ibn Haram İslamda ilk yəni əziyyət, cəsədi üzərində işgəncə verilmiş şəhidlərdən sayılır. Yəni o öləndə 9 qızı qalır. Hansı ki, o Cəbir radiyallahu anh himayə etməli olur. Ona görə kədərlənir ki, nə edəcəm? Və gəlib bəzi rəvayətləri ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qarşılaşır onunla, deyir ki, evlənmirsən, deyir ki, hə. Deyir ki, bakirə almısan, yoxsa dul, deyir ki, dul. Niyə? Deyir ki, 9 bacım var, istəmədim onların yaşında olan birini alıb onu yetirib olarsa. Bu hədisi Cəbir radiyallahu anh'ın hədisidir. Ümumən bu cənazə haqda nə hədislər gəlir, əksəriyyətini Cəbir radiyallahu anh rəvayət edir. Ne üçün? Uhudda ölən yaxınlarının sayı çox olduğu üçün. Demək olar ki, onların yaxınlarının çoxu Uhudda ölüb onun. Abdullah öləndə də bacısı götürürdü onun cəsədini, bir sahabənin də cəsədi, hansı ki, onunla bərabər öldürülüb, istəyir aparsın Bəqidə dəfn eləməyə. Dəvənin üzərinə yüklüyür, aparır, Uhuddan başlayır. Peyğəmbər sallallahu adam göndərir, damızda deyir ki, qaytar cəsədləri. O da gəldi ki, Peyğəmbər sallallahu deyir ki, cəsədləri qaytarın, harda ölürlər olar, şəhidlər harda ölür olar.